qardaşım, bəli, hələ sənə deyirəm ki, xəsis olsun sənə qalmayacaq. Hələ istəyirsənsə sənə qalsın, belə etsin sənə qalacaq. Yenə həmən nöqtədən başlayıb və ona kömək eləyərək vərdişini dəyişə bilərik müsbət istiqamətə. İstiqaməti verə bilərik, elə o içindən inəyərik onu, o mexanizm içindən hərəkətə gətirmək mümkündür. Və elə Şakilənin bir formalaşması da həm düşüncəyə təsir edir, bir də praktikaya keçməlidir. O insan nəsə eləməlidir. Yəni, hətta baxın, əxlaq ustadları, alimlər buyururlar ki, biraz öncə hər iki dəyərlimiz toxundu bu mövzuya. Bir insan nəsə eləməliyik də, etməsən olmayacaq. Başlamalısan, etməlisən ki, get-gedə o Şakilən də formalaşsın. O pis vərdiş yaxşı vərdişə çevrilsin və dəyişilsin. Bu belə ki, bu danışdıqlarımdan. Burada düşüncə mühüm faktordur. Burada cəhd eləmək, praktikaya keçmək, bu da çox mühümdür. Bəzi vaxtlar elə nəzəriyyə həddində qalır məsələlər. Bir alimin yaxşı sözü var, deyirdi, bir ömürlük məlumatımız var, bir gün yol getməmişik. Məlumat boldur, amma həyata keçirməmişik də, bir hərəkətə keç düşməmişik.